Tanrı'nın özünü büyük kızı zəng elədi ki, atam onun başını kəssin. Kürdəmirdə dəhşətli qətl hadisəsi baş verib. Hadisə rayonun Şilyan kəndində qeydə alınıb. İlkin məlumatlara görə 41 yaşlı ər 36 yaşlı arvadının başını kəsərək onu amansızcasına qətlə yetirib. Hadisədən sonra şübhəli bilinən ər polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin dəqiq baş vermə səbəbləri və təfərrüatları araşdırmaların sonunda bəlli olacaq. Bəzi təfərrüatları isə qohumlarının dilindən eşidək. Akşamüstü idi. Gelip məhəllədə oturmuşdum gəlinlərimlə, alalarım. Gördüm gəlinə zət gəldi. İstədi məndən gizliyə, dizin atdı yerə çıxırdı. Deyə, mamanın önündə alıb, Samrıya öldürürlər. Ondan sonra Samrıyan özünü büyük kızı zəng elədi ki, atam onun başını kəssin. Maşını tapıb gecdən gec getdi, bizə gec dedilər. Zulanmalılardı. Deyim, mən gedib sərbəst yaşayacağım, gün görmürəm. Ancaq belə yaşayacağım ki, sənəm dostcasına gəlib gedib balalarımı yoxlayacağım, hansı lazım tapıracağım. Elə də olurdu. Bu 2 ay ərzində, 2 ay 4 ay yana elə.